Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə 8-ci sinif fizika dərsliyindən olan istilik miqdarı və xüsusi istilik tutumu mövzusu ilə tanış olacağıq. Gəlin başlayaq. Birinci slaydda deyilir ki, istilik mübadiləsi zamanı fincandakı çay və suyun daxili enerjisi necə dəyişir? Hansı mayenin daxili enerjisi azalır, hansının daxili enerjisi artır? Nə üçün mayenin daxili enerjisini nə qədər artdığı və ya nə qədər azaldığını təyin etmək olarmı? Bizdə görürsünüz ki, istilik vermə prosesi gedir. İstilik vermə prosesi zamanı biz görürük ki, çaynikin enerjisi azalır. Çünki ondan müəyyən qədər su axıb stəkana tökülür. Amma bir müddət sonra fincanın daxili enerjisi artır. Çünki fincandakı daxili enerji suyun miqdarı artması ilə daxili enerjisi də artır. Həmçinin bunun nə qədər artdığını, nə qədər azaldığını isə biz bugünkü dərsimizdə sizinlə verilən düstur əsasında təyin edəcəyik. Digər slaydda deyilir ki, elə cisimlər var ki, tez qızır, tez də soyuyur. Elələri də var ki, bəzi cisimlər də vardır ki, gec qızır, gec də soyuyur. Cisimlərin qızma və soyuma proseslərinin sürəti nədən asılıdır? Cisimlərin istilik mübadiləsi prosesində aldığı və ya verdiyi enerji hansı fiziki kəmiyyətlə ölçülür? Bu dərsimizdə biz həmin bu suallara cavab tapacağıq. İlk növbədə biz bayaqki nümunəyə baxsaq, görərik ki, ilıq çayın içərisinə qaynar su tökdükdə istilik mübadiləsi baş verir. Bu zaman dedik ki, ilıq çay istilik aldığından onun temperaturu və daxili enerjisi artır. Qaynar su isə öz istiliyini verdiyindən onun temperaturu və daxili enerjisi azalır. İstilik miqdarı istilik vermə prosesində cismin aldığı və ya verdiyi enerjidir. Ola bilər ki, ətrafa istilik verirsən, ola da bilər ki, ətrafdan istilik alırsan. İstilik miqdarı ümumiyyətlə Q hərfi ilə işarə olunur. Vahidi jouldur, skalar kəmiyyətdir. Bu şəkildə təyin olunur. İstilik miqdarı məişətdə həmçinin kalori adlanan vahidlə də ölçürlər. Amma joule ilə kalori arasındakı aşağıdakı münasibət ödənilir. Kaloridən və ya kilokaloridən adətən ərzaqın energetik əhəmiyyətini qiymətləndirmək üçün istifadə olunur. Yəni biz ərzaqların üzərində bunu daha çox qeyd. Bu ərzaqda kalori miqdarı orqanizmin ondan aldığı enerjinin miqdarı ilə təyin edilir. Orqanizm kalorini ərzaqdakı zülal, karbohidrat kimi tərkib hissələrdən alır. Ümumiyyətlə, istilik miqdarı bir sıra kəmiyyətlərdən asılıdır. Birinci növbədə deyirik cismin kütləsindən. Yəni, cismin kütləsi artdıqca onu qızdırmaq daha çox istilik enerji lazımdır. Həmçinin istilik miqdarı lazımdır. Baxın, burada 2 qabda su verilib. Birinci qabdakı suyun miqdarı çox olduğundan orada onu qızdırmaqla daha çox istilik miqdarı tələb olunub. Amma ikinci qabda istilik az olduğundan burada görə bilərik ki, burada az istilik tələb olunur. Böyük kütləli cisim kiçik kütləyə nəzərən soyuyarkən də ətrafa daha çox istilik miqdarı verir. Çünki böyük cisimdə daha çox istilik miqdarı toplanmış olduğundan o ətrafa da istilik daha çox verəcək. İsti cisimə, yəni kiçik kütləli cisimə nəzərən. İstənilən kütləli cisim qızarkən nə qədər istilik miqdarı tələb edirsə, soyuyarkən də həmin miqdarı ətrafa istilik miqdarı verir. İstilik miqdarı ikinci növbədə asılı temperatur dəyişməsindən, burada da düz mütənasiblik ödənilir. Yəni, ixtiyari fiziki kəmiyyətin dəyişməsi biz bilirik ki, delta hərfi ilə işarə olunur. Əgər biz delta T yazırıqsa, bu onu göstərir ki, burada temperatur dəyişməsi baş vermişdir. Və açılışı da T2 çıxılsın T1'dir. T1 burada başlanğıc halda cismin temperaturu hesab olunurdusa, T2 isə sonraki halda, yəni son halda olan cismin temperaturu hesab olunur. Baxın belə, hansı halda daha çox istilik miqdarı tələb olunar? Gəlin belə baxaq. Əvvəl temperaturu olan suyu qaynama temperaturuna qədər qızdırdıqda daha çox istilik miqdarı. İstilik miqdarı üçüncü halda maddənin növündən asılıdır. Yəni, hər bir maddədə fərqli istilik miqdarı tələb olunur. Məsəl üçün deyirik ki, başlanğıc temperaturları eyni olan cismi eyni temperatura qədər qızdırmaq üçün daha çox istilik miqdarı tələb
olunur. 200 qram suyu yoxsa 200 qram günə baxan yağ. Biz bunu reallıqda da müşahidə etmişik ki, yağı qızdırmaq üçün az istilik miqdarı tələb olunur. Yağ tez qızdır. Amma suyu qızdıranda biz daha çox istilik miqdarı tələb etdiyinə onu uzun müddət qızdırmalıyıq. Belə çıxır ki, istilik miqdarı asılıdır ümumilikdə götürdükdə. Qızdırmaq üçün lazım olan istilik miqdarı asılıdır cismin kütləsindən, temperatur dəyişməsindən, bir də maddənin növündən asılıdır. Və bütün bunları ümumiləşdirsək, düstur bu şəkildə yaza bilərik. G bərabərdir C'in delta T. Burada D, M cismin kütləsi, G istilik miqdarı, T0 dedik başlanğıc temperatur, T son temperatur, C isə xüsusi istilik tutumudur. Delta da bayaq dedik ki, temperatur dəyişməsini göstərir. Temperatur dəyişməsi dedikdə isə biz son haldakı temperaturdan başlanğıc haldakı temperatura çıxırıq və nəticədə fərqi təyin edirik. Düsturda gördük ki, kiçik C xüsusi istilik tutumudur. Yəni xüsusi istilik tutumu dedikdə 1 kiloqram kütləli 1 Kelvin qızdırmaq üçün lazım olan istilik miqdarına bərabər kəmiyyət nəzərdə tutulur. Düsturda C xüsusi istilik tutumudur. M cismin kütləsidir, vahidi kiloqram cihazı tərəzidir. G bayaq dediyimiz kimi istilik miqdarıdır, vahidi jouldur. Delta T temperatur dəyişməsi olub. Onların vahidi Kelvindir, cihazı termometrdir və hər üç kəmiyyət skalyadır. Xüsusi istilik tutumunun vahidini çıxarmış olsa, G-ni yeni biz joule yazarıq, çünki vahidi jouldur. Kütlənin yeni kiloqram, temperatur dəyişməsinin yerinə Kelvin yazsa, bu zaman xüsusi istilik tutumunun vahidi joule bölünsün kiloqram vur Kelvin olacaq. Xüsusi istilik tutumu heç bir kəmiyyətdən asılı deyil, yalnız maddənin növündən asılıdır. Siz şəkildə cədvəldə də görürsünüz ki, hər bir maddəyə uyğun xüsusi istilik tutumu mövcuddur. Yəni biz maddənin növündən asılı olaraq xüsusi istilik tutumunda fərqli qiymətlərə malik olduğunu görə bilərik. Müxtəlif maddələr var, məsələn civə, qurğuşun, qalay, gümüş, çuğun, mərmər və bunların hər birinin istilik miqdarı, xüsusi istilik tutumu fərqlidir. Yəni cədvəldən baxsaq görərik ki, ən böyük xüsusi istilik tutumuna malik sudur. Çünki su gec qızır, gec də soyuyur. Həmçinin müxtəlif maddələrdə də burada da xüsusi istilik tutumu verilmişdir. Bizə həmçinin deyilir ki, su fiziki xassəsinə görə yanğınla mübarizədə ən yaxşı vasitələrdən biridir. Hansı fiziki xassəsinə görə su yanğınla mübarizədə ən yaxşı vasitələrdən biridir? Dedik ki, suyun xüsusi istilik tutumu böyükdür. Bu o deməkdir ki, su gec qızır, gec də soyuyur. Və nəticədə o yanğının üzərinə atılan zaman o istiliyi gec aldığından, yəni istiliyi gec qızdığından, su gec qızdığından və nəticədə yanğının söndürülməsində effektiv vasitə hesab olunur. Həmin fiziki xassəsi səbəbindən iri su hövzələrinin sahilindəki ərazilər, məsələn Bakı bulvarında hava yayda və qışda nisbətən mülayim olur. Niyə iri su hövzələrinin sahilindəki ərazilərə hava yayda çox isti, qışda isə çox soyuq olmur? Çünki su dedik ki, gec qızır, gec də soyuyur. Yəni suyun xüsusi istilik tutumu böyük olduğundan, yəni su gec qızdığından, gec soyuduğundan yayda istiliyi özünə tərəf çəkərək, yəni istiliyi udaraq ətrafa sərinlik verir. Qışda isə öz istiliyini ətrafa verərək bu zaman havanı mülayimləşdirir. Ona görə də isti yay aylarında Xəzər dənizi böyük miqdarda istilik udaraq qızır. Nəticədə Xəzəryanı sahilində hava nisbətən sərin olur. Qışda isə əksinə dəniz suyu soyuyaraq ətrafa böyük miqdarda istilik verdiyindən Xəzəryanı sahillərdə hava başqa yerlərə nisbətən mülayim keçir. Suyun böyük xüsusi istilik tutumu malik olduğundan avtomobillərin soyuducu sistemlərində lazımsız istilik enerjisi su vasitəsilə daşınır. Mühərrik tərəfindən istehsal olunan geniş miqdarda istilik temperaturunun artması ilə artır və istilik azalmayanda mühərrik dayanır. Mərkəzi istilik sistemlərində də istilik su ilə istilik enerjisi qazanılan radiatorlara borular vasitəsilə daşınır. Bəzi evlərdə gecə qızdırıcılarından da istifadə olunur. Bu elektrik qızdırıcıları elektrik ucuz olduğu zaman, yəni gecə boyu qızdırılır. Bu zaman gün ərzində istilik qalaraq öz istiliklərini otağa verir. Elektrik qızdırıcıları
elektriklə enerjini saxlayan xüsusi kərpiclərlə əhatələnir. Bu kərpiclər çoxlu miqdarda enerjiyə malik və qızdırma xüsusiyyətinə malik maddədən hazırlanıb. Bu yolla kərpic çoxlu enerjini kiçik yerdə cəmləyirlər. Bu zaman deyilir ki, kərpic yüksək xüsusi siliciumuna malikdir. Həmçinin biz bu dərsimizdə sizinlə silicium mövzusu ilə də tanış olacaq. Siliciumu dedikdə bir Kelvin qızdırmaq üçün hər hansı bir maddəni, yəni istənilən kütləli maddəni 1 Kelvin qızdırmaq üçün lazım olan istili miqdarıdır. Düsturu da aşağıdakı kimi təyin olunur. C bərabər də G bölünsün T2 çıxılsın T1, yəni delta T. Silicium ilə xüsusi silicium arasında aşağıdakı əlaqə mövcuddur. Böyük C bərabər də kiçik C vurulsun M. Nəzərinizə çatdırım ki, burada C, balaca C xüsusi siliciumudur, böyük C isə siliciumudur. Silicium isə əsasən iki maddədən, iki kəmiyyətdən asılıdır. Bir maddənin növündən, ikinci halda isə kütlədən asılıdır. Kütlədən də düz mütənasib asılıdır. Düsturda C, böyük C xüsusi siliciumudur, yəni xüsusi deyil, adi siliciumudur. G silik miqdarı vahidi joule, T isə temperatur dəyişməsi olur, delta T. Vahidi Kelvin cihazı termometrdir, hər iki kəmiyyət skalyardır. Siliciumun vahidi joule bölünsün Kelvin. Silik miqdarı nə vaxt mənfi və ya nə vaxt müsbət qiymət alır. Silik miqdarı müsbət qiyməti alması o zaman başlayır ki, bu zaman deyə bilərik ki, cismin son temperaturu başlanğıc temperaturdan böyük olduqda, bu zaman delta T də fərq də müsbət qiymət alır və nəticədə silik miqdarı da müsbət qiymət alır. Amma mənfi qiymət o zaman olar ki, cisim soyusun, yəni qızma prosesi baş verməsin. Bu zaman son temperatur başlanğıc temperaturdan kiçik olur, əksinə başlanğıc temperatur son temperaturdan böyük olur və nəticədə fərq mənfi olduğundan, yəni delta T mənfi olduğundan biz deyə bilərik ki, silik miqdarı da mənfi qiymətdir. Gəlin tapşırıqlara baxaq bu mövzuya uyğun. Birinci tapşırıqda deyilir ki, kütləsi 0,5 kiloqram olan cismin temperaturunu 200 dərəcə Selsi artırmaq üçün 4 kilojoule silik miqdarı sərf olunur. Cisim hansı maddədən hazırlanır? Gəlin əvvəlcə verilənləri qeyd edək. Verilənləri qeyd etsə bizə M verilib 0,5 kiloqram. Temperatur dəyişməsi, yəni delta T. Biz deyirdik, temperatur dəyişməsi Kelvindir. Biz bilirik ki, Kelvinlə Selsi dəyişmədə fərq eynidir. Ona görə də burada 200 dərəcə Selsi yazırıq. G silik miqdarıdır. Silik miqdarı G bərabərdir 4000 joule yazarıq. Hansı maddədən hazırlanmışdı? Bizdən əslində xüsusi siliciumunu soruşur. Çünki biz xüsusi siliciumu taparaq onun maddəsinin növünü təyin edə bilərik. Xüsusi siliciumun düsturu bilirik ki, G bərabərdir M, C bərabərdir G bölünsün M delta T'dir. Qiymətlərini yerinə qoysaq, G-ni yerinə 4000 yazarıq, kütləni yerinə 0,5, delta T'ni yerinə 200 yazarıq və hesablayaq. Burada cavab 400 joule bölünsün kiloqram vur Kelvin olacaq. 400-ün, yəni xüsusi siliciumu 400-ə bərabər olan maddə hansı maddəsə bunu cədvəldən təyin edə bilərik. Cədvəldə baxsaq görərik ki, 400 bizdə misdir. Ona görə də bizim hazırlandığımız maddə elə mist imiş. Elə mis maddəsi imiş. Keçək digər tapşırığa. 100 dərəcə Selsi temperaturdan 20 dərəcə Selsi temperaturu qədər soyuyarkən hansı cisimdən daha çox istilik miqdarı ayrılar? 200 qram kütləli çuğundan yoxsa həmin kütləli sudan? Biz bilirik ki, suyun xüsusi siliciumu daha böyükdür və su gec qızır, gec də soyuyur. Bunun əsasən biz deyə bilərik ki, suda istilik miqdarı daha çox ayrılır. Çünki o daha çox istilik miqdarını özünə cəmləşdiyindən, yəni istilik miqdarını utduğundan və ətrafı da daha çox istilik miqdarı verir. Yəni bunu hesablamasaq da görə bilərik ki,
aldığımız cavab əsasən suda olacaq. Yəni suyun xüsusi istilik tutumu daha böyük olduğundan, yəni seyləri, yəni xüsusi istilik tutumu seydə daha böyük olduğundan çubuğuna nəzərən alınan cavab da qeydə çubuğundakından daha böyük olacaq və nəticə olaraq biz götürəcəyik su. Niyə cisim qızdırıldıqda onun aldığı istilik miqdarı müsbət, cisim soyuduqda da istilik miqdarı mənfi qəbul edilir? Cavabınızı izah edin. Biz bilirik ki, istilik miqdarının düsturunda temperatur dəyişməsindən istifadə olunur. Temperatur dəyişməsi də son temperaturdan başlanğıc temperaturun fərqi nəzərdə tutulur. Əgər cismi qızdırmışıqsa, bu zaman son temperatur başlanğıc temperaturdan böyük olduğundan alınan fərq də müsbət olacaq. Amma soyutduğumuz zaman başlanğıc temperatur son temperaturdan böyük olduğundan alınan fərq də, yəni delta T mənfi olduğundan istilik miqdarı da mənfi olacaqdır. Müəllim 8-ci sinif şagirdləri Leyla, Nigar və Azərə fizika dərsində belə bir eksperiment aparmağa çalışırdı. Verilən metallar dəstindən elə metal silindr seçin ki, eyni qızdırıcıdan istifadə etməklə onu 20 dərəcə Selsi temperaturdan 60 dərəcə Selsi temperatura qədər qızdırmaq mümkün olsun. Eksperiment zamanı Leyla polad, Nigar alüminium, Azər isə mis silindr seçdi. Şagirdlərdən kim düzgün metal seçərək tapşırığı ən tez, kim isə yanlış seçiminə görə ən gec yerinə yetirdi? Cavabınızı əsaslandırın. Bir də bizdən soruşulur ki, həmin silindrlərin eyni şəraitdə 60 dərəcə Selsi temperaturdan 20 dərəcə Selsiyə qədər soyuma sürətləri hansı ardıcıllıqla baş verir? Bunu həll etmək üçün biz ilk növbədə xüsusi istilik tutumunun cədvəlinə baxmalıyıq. Çünki xüsusi istilik tutumu böyük olan cisimlərdə istilik miqdarı daha çox böyük olur. Əgər bizə deyir ki, elə maddə seçilsin ki, tez qızdırmaq mümkün olsun. Əgər tez qızdırmaq istəyiriksə, bu o deməkdir ki, biz az istilik miqdarı sərf etməliyik bunu qızdırmaq üçün. Bu zaman xüsusi istilik tutumu da ən kiçik olanı götürməliyik. Cədvələ baxsaq, polad, alüminium, mis. Polad, alüminium və mis. Baxsaq qiymətlərini görərik ki, poladda misdə 400-dür, poladda 500-dür, alüminiumda 920-dür. Yəni biz ən kiçik rəqəmi götürməliyiksə, o zaman biz maddə olaraq misi götürməliydik. Çünki misi qızdırmaq daha rahatdır, tez qızdırmaq mümkündür digər maddələrə nəzərən. Çünki onun xüsusi istilik tutumu da kiçikdir. Ona görə də belə nəticəyə gələrək ki, burada Azər düzgün seçim etmişdir. Yəni o mis seçərək prosesi tez bir zamanda həll etməyə malikdir. Həmçinin bizdən soruşulur ki, həmin silindrlərin eyni şəraitdə 60 dərəcə Selsidən 20 dərəcə Selsiyə qədər soyuma sürətləri hansı ardıcıllıqla baş verir? Biz burada müəyyənləşdirmək istəyiriksə, hansı ardıcıllıqlar? Yəni birinci hansı maddə tez soyar, ikincisi hansı? Yəni biz aşağıdan yuxarıya doğru seçməliyik. Yəni azdan çoxa artma ardıcıllığını götürməliyik. Artma ardıcıllığını götürsək, siz görürsünüz ki, kiçikdən böyüyə mis, polad, bir də alüminium yazmalıyıq. Yəni yazmalı olsaq, yazarıq ki, mis, polad, yəni ən tezi mis tez qızacaq, soyarkən də tez soyacaq. Sonra isə alüminium yazarıq. Yəni ən tezi mis soyacaq, ikinci növbədə polad, üçüncü növbədə isə alüminium soyacaq. Yəni biz misdən alüminiuma doğru getdikcə xüsusi istilik tutumu artır və bunların soyuma sürətləri də elə bir ki artmış olur. Demək, bu tapşırığı işlədik. İndi keçək növbəti tapşırığa. Cisim qızarkən aldığı, soyarkən verdiyi istilik miqdarı nədən asılıdır? Biz keçdik ki, bugünkü dərsimizdə istilik miqdarı asılıdır cismin kütləsindən, maddənin növündən, bir də temperatur dəyişməsindən. Həmçinin bizdən soruşulur ki, maddənin xüsusi istilik tutumu onun kütləsindən, maddənin aldığı və verdiyi istilik miqdarından, temperatur dəyişməsindən necə asılıdır? Biz dedik ki, xüsusi istilik tutumu heç bir maddədən asılı deyil, heç bir kəmiyyətdən asılı deyil, yalnız maddənin növündən asılıdır. Ona görə də biz deyəcəyik ki, kütlədən, temperatur dəyişməsindən və istilik miqdarından asılılıq yoxdur. Nəyə daha çox enerji sərf olunur? Kütlələri eyni olan alüminium qazana
yoxsa onun içərisindəki suyu qızdırmağa? Təbii ki, biz yenə də deyə bilərik ki, cədvəldə biz müəyyənləşdirdik ki, ən böyük istilik tutumuna malik sudur. Su gec qızır, gec də soyuyur. Bu nəticəyə gələrək deyə bilərik ki, bu fakta əsaslanaraq deyə bilərik ki, təbii ki, içərisindəki suyu qızdırmağa daha çox enerji sərf olunur, nəinki alüminium qazanı. Çünki suyun xüsusi istilik tutumu alüminium qazanından böyükdür. Digər sualda deyilir ki, suyun xüsusi istilik tutumu 4200 jol bölünsün kiloqram vur Kelvindir. Buzun xüsusi istilik tutumu 2100 jol bölünsün kiloqram vur Kelvin. Su buxarının xüsusi istilik tutumu 2000 jol bölünsün kiloqram vur Kelvin. Buradan hansı nəticəyə gəlmək olar? Niyə eyni maddəli müxtəlif aqreqat halında xüsusi istilik tutumu fərqlidir? Ümumiyyətlə, biz görürük ki, suyun xüsusi halında, yəni su maye halında xüsusi istilik tutumu ən böyük qiymətə malikdir. Bunun səbəbi ondan ibarətdir ki, suyu qızdırarkən bu sərf olunan enerji iki hala sərf olunur. Birinci halda suda təşkil edən atom və molekulların kinetik enerjisinin artmasına, ikinci halda isə bunların atom və molekullar arasındakı rabitəni zəiflətməyə sərf olunur. Ona görə də suyun maye halı nisbətən mürəkkəb haldır. Məhz buna görə də suyun xüsusi istilik tutumu, yəni maye halda suyun xüsusi istilik tutumu digər hallara nəzərən daha çox. Digər tapşırıqda deyilir ki, kütləsi 10 kiloqram, ilkin temperaturu 200 Kelvin olan sistem 450 Kelvin temperaturuna qədər qızdırılır. Sistemin xüsusi istilik tutumu 0,91 kilojol kiloqram vur Kelvindir. Bu prosesdə sistemin qəbul etdiyi istilik miqdarı nəyə bərabərdir? İstilik miqdarı nəyə bərabər olduğunu biz hesablaya bilərik. Gəlin hesablayaq. Biz bilirik ki, M bərabərdir 10 kiloqram. İlkin temperatur, yəni T1 bizdə 100 Kelvindir. T2 bizdə 450 Kelvindir. Xüsusi istilik tutumu kiçik S bərabərdir 910 jol bölünsün kiloqram vur Kelvindir. Bizdən istilik miqdarı, yəni G-ni soruşur. G-ni tapsaq, biz bilirik G bərabərdir Cm delta T düsturuna hesablanır. Və verilənləri yerinə qoysaq, 910 vurulsun 10, delta T-də T2 çıxılsın T1'dir. Yəni 450-dən biz 200'ü çıxmalıyıq. Və bunu hesablayaq. Burada cavab 2275 kilojol olacaqdır. Deməli, biz bu məsələni istilik miqdarını hesabladıq. Digər sualda deyilir ki, sistemin qızdırılması prosesində verilən və yaxud soyudulması prosesində ayrılan istilik miqdarının təyin edilməsinin praktik əhəmiyyəti nədədir? Bunu nümunə qeyd edirik. Yəni, biz əgər cismin nə qədər istilik miqdarı alınmasını, nə qədər ətrafı istilik miqdarını ətrafı nə qədər istilik miqdarını verdiyini müəyyən etsək, əvvəlcədən bilsək, biz ona uyğun maddə seçərik. Bu da bizim işimizə yarayar və biz prosesi daha tezləşdirərik, sürətləndirərik və daha çevik şəkildə həll edərik. Digər tapşırıqda deyilir ki, alüminium kürəciyi 120 dərəcə Selsi qızdırmaq üçün 450 jol istilik miqdarı verildi. Bu kürəcik delta T 120 dərəcə Selsi soyudulduqda nə qədər istilik miqdarı ayrılır. Biz bilirik ki, cismin aldığı və verdiyi istilik miqdarları bərabər olmalıdır. Eyni maddə üçün əgər cisim 450 jol istilik miqdarı tələb edirsə onu qızdırmaq, həmin maddəni soyutmaq üçün də həmin qədər, yəni 450 jol istilik miqdarı lazımdır ki, ətrafa yayılsın, ayrılsın həmin qədər istilik miqdarı. Digər sualda deyilir ki, qabda olan qaynar suya kütlələri və başlanğıc temperaturları bərabər olan şüşə və mis kürəciklər batırılır. Kürəciklərin temperatur dəyişmələri necə fərqlənir? Biz bunu G bərabərdir Cm delta T düsturuna baxsaq, G bərabərdir Cm delta T. Biz temperatur dəyişmələri necə fərqlənir? Delta T
tapsaq burada G bölücü Cm. Əgər bizdə başlanğıc temperaturları və kütlələri başlanğıc eyni olan şəbəkə və bizdən soruşulur ki, temperatur dəyişmələri necə fərqlənir? Burada deyilir ki, eyni başlanğıc temperaturu olan qabda qaynar suya 100 dərəcə Selsi. Yəni bunların temperatur dəyişmələri eyni olacaq. Çünki başlanğıc temperaturları da eynidir. Son temperaturları da eynidir. Son temperatur da 100 dərəcədir. Fərqi tapsaq burada delta T'lər bərabər olacaq. Kürəciklər eyni qədər istilik miqdarı alacaqlarmı? Əslində kürəciklər fərqli miqdarda istilik miqdarı alacaqlar. Bunun səbəbi ondan ibarətdir ki, əgər bizdə M-lər eynidirsə, delta T'lər də eynidirsə, biz onda nəzərə almalıyıq xüsusi istilik tutumu. Xüsusi istilik tutumları fərqli qiymətə malik olduğundan həm şüşədə, həm misdə, onda G-ləri də fərqli olacaq. G-lər də fərqli qiymətlər alacaq. Digər tapşırıqda deyilir ki, kütləsi 1 kiloqram olan suyun temperaturunu 5 dərəcə qızdırmaq üçün lazım olan istilik miqdarı qədər 2 kiloqram kütləli civəyə istilik miqdarı verdikdə o neçə dərəcə qızar? Gəlin verilənləri yazaq. Yazaq M1, çünki birinci suyun kütləsindən danışır. M1 bərabərdir 1 kiloqram. Delta T, yəni biz burada birinci maddədə 5 dərəcə Selsi. İkinci maddə isə bizdə M2 bərabərdir kütləsi 2 kiloqram. İstilik miqdarları burada deyilir ki, bərabərdir. Yəni həm suyun, həm civənin istilik miqdarları bərabərdir. Və bizdən soruşulur ki, delta T2, yəni civənin temperatur dəyişməsi bizdən soruşulur. Biz bilirik G bərabərdir Cm delta T'dir. İndi biz burada qeyd etsək, yəni G1-i G2-yə bərabər etsək, yazarıq ki, C1, M1, delta T1 bərabərdir C2, M2, delta T2. Qiymətlərini yerinə yazsaq, biz buradan delta T2-ni tapmalıyıq. Delta T2 bərabər olsun C1, yəni bizdə suyun xüsusi istiliyi, suyu bilirik ki, 4200-dür. M1 1, delta T1 5-dir. İkinci halda bizdə civəni soruşur. Civənin xüsusi istilik tutumuna baxaq cədvəldən. Yəni civəyə baxsaq 140 cavab 140 olacaq. Yəni biz burada 140 qoymalıyıq. 140 olsun 2 kiloqram qoyarıq və hesablayaq. Verilənləri hesablasaq. Bu zaman 75 dərəcə Selsi alacaq. Bu dərəcə Selsini biz Kelvinlə də ifadə edə bilərik. Çünki biz bilirik ki, Selsi şkalasında temperaturlar fərqi Kelvin şkalasında temperaturlar fərqinə bərabərdir. Onda belə çıxır ki, civəyə müəyyən istilik miqdarı verdikdə o 75 dərəcə Selsi qızar. Sonuncu tapşırığa baxaq. Sonuncu tapşırıqda deyilir ki, kağız stəkana yarıdan bir qədər yuxarı su töküb ştatifin halqalı tutqacında yerləşdirin. Stəkanın altında spirt lampası qoyub yandırın. Alov stəkanı altdan demək olar ki, tamamilə bürüyür. Düşünürsünüz ki, indicə kağız stəkanında kağız stəkan da alovlanacaq və su dağılacaqdır. Lakin nə baş verir? Alov stəkanı yalamaqda, su isə qızmaqda davam edir. Niyə kağız stəkan alovlanmadı? Cavabınızı əsaslanın. Bunun səbəb odur ki, suyun xüsusi istilik tutumu böyükdür. Ona görə də verilən enerji, verilən istilik miqdarı suyun qızmasına sərf olunur. Ona görə də kağız stəkan alovlanmır. Bizdən soruşulur ki, bir stəkanda yumurta pişirmək olarmı? Yumurtanı pişirmək suya nəzərən daha rahatdır. Yumurtanı pişirərkən də əslində bizdə su lazımdır, bir yumurtanı pişirmək lazımdır. Yəni burada da mümkündür, çünki yumurta suyun içərisində qaynayacaq. Bu da mümkündür. Əgər biz yumurtanı qaynanmış bir formada pişirmək istəyiriksə, su daxiləcək və orada da istilik miqdarı suyun xüsusi istilik tutumu, yəni suyun burada da istilik miqdarı suyun qızmasına sərf olacaq. Nə vaxta qədər kağız stəkan alova davam gətirəcək? Kağız stəkan alova o zaman o vaxta kimi davam edəcək ki, su qızsın. Tamamilə qızdıqdan sonra bu zaman artıq kağız stəkanda alov olacaq. Çünki artıq orada verilən istilik miqdarı, yəni spirt lambasından gələn istilik miqdarı suya deyil, məhz kağıza tərəf götürüldüyündən kağız yanacaq. Deməli biz bu dərsimizdə sizinlə bəzi tapşırıqlar etdik. Həmçinin istilik miqdarı və xüsusi istilik tutumu mövzusu ilə tanış olduq və onların düsturlarını öyrəndik. Həmçinin öyrəndik ki, istilik miqdarı, xüsusi istilik tutumu hansı kəmiyyətlərdən asılıdır və mövzuya aid bəzi tapşırıqlara baxdıq.
və tapşırıqlar sayəsində biz kəmiyyətlər arasındakı münasibəti və həmçinin istilik miqdarı və xüsusi istilik tutumunu necə hesablanmalı olduğunu müəyyən etdik. Dərsimiz bu qədər. Gələn dərslərə qədər sağ olun.